Sinəmdəki xəritə Azərbaycanla sülhün simvoludur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa parlamentindəki çıxışında deyib. O, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və ölkə daxilindəki gərginliklə bağlı mühüm fikirlər səsləndirib. Hökumət başçısı çıxışında 2024-cü ilin aprelində Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi prosesinə başlamaq qərarının Ermənistanın gələcəyi üçün əsas faktor olduğunu bildirib. Şəxsi inancıma görə 2024-cü ilin mart-aprel aylarında Ermənistan dövlətçilik həddinə çatmışdı. Əgər biz həmin vaxt Azərbaycanla sərhədlərin demarkasiyası prosesinə başlamaq qərarı verməsəydik, Ermənistan bugün müstəqil dövlət olmayacaqdı deyə Paşinyan qeyd edib. Hökumət başçısı bu qərarın verilməsinin çox çətin olduğunu, ölkə daxilində kilsə rəhbərliyi və bəzi ruhanilər tərəfindən buna qarşı ciddi müqavimət göstərildiyini vurğulayıb. Kilsəmizin faktiki rəhbərinin təşviqi ilə arxiyepiskopların biri Ermənistanda yalnız demarkasiyanın qarşısını almaq deyil, həm də münaqişəni yenidən aktivləşdirmək məqsəd daşıyan hərəkət başlatmışdı. Onlar dezinformasiya kampaniyası ilə on minlərlə insanları küçələrə çıxartmışlar deyə Paşinyan qeyd edib. Baş nazir bildirib ki, hazırda Tavuş bölgəsinin Kiranç kəndi sülhün və əsl Ermənistanın simvoluna çevrilib. Kilsə müxalifət hərəkatının kəndin boşaldılacağı barədə yalanlarına baxmayaraq, demarkasiyadan sonra Kirançda evlərin sayı 50% artıb. Bugün ora tamamilə dinc, təhlükəsiz və rəngarəng bir yaşayış məntəqəsidir. Mən 1991-ci il Almata bəyannaməsi əsasında müəyyən edilmiş Ermənistan xəritəsinin təsvirini sinəmdə gəzdirirəm. Bu, həm də sülhün simvoludur. Çünki biz bir-birimizin ərazi bütövlüyünü tanımaqla Ermənistan və Azərbaycan arasında sülh yaratmışıq. Paşinyan bəzi ruhaniləri xarici xüsusi xidmət orqanlarına işləməkdə də ittiham edərək sülh və müstəqilliyin anti-xristiyan məqsədlərə qurban verilməsinə, ölkənin yeni müharibəyə sürüklənməsinə icazə verməyəcəyini bəyan edib. Paşinyan həmçinin əlavə edib ki, Ermənistan üçün vacib məsələlərdən biri də Qarabağı tərk edən ermənilərin emosiyalarından sui-istifadə edilməməsidir. Paşinyanın sözlərinə görə Qarabağı tərk edən ermənilər Ermənistan vətəndaşlığını almalı və daimi olaraq Ermənistan Respublikasında yaşamalıdır. Biz artıq onların məskunlaşması proqramını başlatmışıq və bu proqram 4886 ailəyə fayda gətirib. Bu məsələnin həllində sülhün möhkəmləndirilməsi üçün beynəlxalq tərəfdaşlarımızdan maksimum dəstəyə ehtiyacımız var. O, həmçinin Ermənistan və Azərbaycan arasında təmin olunmuş sülhün mükəmməl olmaması ilə bağlı ölkə hakimiyyətinə qarşı səsləndirilən tənqidlərə də toxunub. Bizi tənqid edirlər ki, Ermənistan və Azərbaycan arasında təmin olunmuş sülh ideal deyil. Xahiş edirəm, deyin görək, harda ideal sülh var, harda ideal sülh olub və nə vaxt mövcud olub. Əksinə, məhz sülhə can atmaq onu mümkün qədər mükəmmələ yaxın edə bilər, deyə Nikol Paşinyan bildirib. Ermənistanın baş naziri onu da vurğulayıb ki, 2025-ci il 1991-ci ildə müstəqillik əldə edildikdən bəri sərhəddə ölən və yaralıların qeydə alınmadığı, sərhədyanı bölgə sakinlərinin atəş səsləri eşitmədiyi ilk il oldu.